Məşq edirsən, amma siqaret çəkirsən. Bax gör tərgizsən nə olacaq. Birinci gün. Siqareti buraxdığın ilk gündən bədəndə oksigen səviyyəsi artır. Ürək daha rahat işləməyə başlayır, nəfəs almaq yüngülləşir. Üçüncü gün nikotin orqanizmdən çıxır. İstək və gərginlik ola bilər, amma ağciyərlər tədricən açılmağa başlayır. 7-ci gün. Bir həftədən sonra qan dövranı yaxşılaşır. Əzələlərə gedən qan artır. Məşq zamanı güc daha stabil olur. 14-cü gün. 2 həftə keçəndə ağciyər tutumu artır. Kardio daha rahat olur. Setlər arasında daha tez bərpa olursan. 30-cu gün. Bir ay sonra ağciyərlər özünü təmizləməyə başlayır. Yorğunluq azalır, bədən məşqə daha yaxşı reaksiya verir. 6 ay. 6 ayda nəfəs tam stabilləşir. Dözümlülük və bərpa sürəti nəzərə çarpacaq dərəcədə artır. 12 ay. Bir ildən sonra ürək damar xəstəlikləri riski əhəmiyyətli dərəcədə azalır. Bədən artıq siqaretsiz rejimdə tam gücü ilə işləyir. Siqareti burax və bədəninin real potensialını gör.